xoş adamın alına ki, nəfsi öz əlindən əziyyət çəkir, başqalarını arxain eləyib özündən. Başqaları bunun yanında o qədər arxaindir ki, mənə bundan ziyan gəlməz. Bu bir parça nurdur insanlar arasında. Belə adamlar özü qəliz olmur. Hərdən biz elə bilirik ki, ariflərlə yaşamaq çətindir, o tələbkar olar. Ariflərlə yaşamaq çox rahatdır. Arif tələbkar da özünə qarşı, cəmaata qarşı. Mən oxumuşam, gecə namazında dururlar, neçəsində həyatında var. Pəncəsinin üstündə yol gedir ki, evdə dəstəmaz almağa gedir ki, heç kəs oyanmasın. Gecə namazı qılan bu deyil, qışqırıb bağırsın, durun, Allah baxır filan, yatırsınız, ayıb olsun sizə. Bu deyil, mərifət bu deyil. 2 dənə əməl eləyib, basıb cəmaatın gözünü çıxardasan ki, durun, ay bədbəxtlər, durun filan. Belə adamlar da var. Amma bunlar özünə qarşı tələbkardır, başqalarına qarşı müstəhəb ibadətdir. Ailəsi arxaindir, bu bizi bezdirməyəcək, bizlə sərt tutmayacaq, çətin rəftar eləməyəcək.